Salam, axşamınız xeyir olsun. Gündən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. İndi isə daha ətraflı. Görkəmli türk yazıcısı, illüstratoru və tədqiqatçısı Rəhim Baqqal əskəri İran kəşfiyyatçıları tərəfindən heç bir konkret səbəb olmadan həbs edilib. Mədəni fəal Rəhim Baqqalın harda olduğu hələ müəyyən edilməyib. Qeyd edək ki, Rəhim Baqqal əskəri İran şəhri hərəkatının qatı tənqidçisi və İrandakı türklərin milli kimliyinin müdafiəçisidir. Onun həbsi bir daha göstərdi ki, İran rejimi mədəniyyət və kimlik sahəsində istənilən fərqli səsə qarşı repressiya və zorakılıqla qarşılıq verir. İran təhlükəsizlik məmurları bugün səhər saatlarında Həmədan şəhərində 6 nəfəri həbs edib. Bu haqda yerli mənbələr məlumat yayıb. Kimliyi açıqlanmayan şəxslər Mossadla əməkdaşlıqda günahlandırılır. Qeyd edək ki, bundan əvvəl iyunun 9-da Həmədan əyalətində 30 nəfər saxlanılıb. Onlar ictimaiyyət arasında təşviş yaratmaq ittihamına görə həbs ediliblər. İsrail ordusunun ötən gün axşam saatlarında Tehranın evin həbsxanasına hücumundan sonra həbsxanada məhbus olan Azərbaycanlı fəallar Bagir Hacızadə, Araz Zaman, Araz Seyfxax və Kərəm Mərdanə naməlum yerə aparılıb. Əlavə olaraq Vədud Əsədi, Salar Tahir Əfşar, Mürtəza Pərvin, Mahmud Ocaqlı, Fatimə Atəşi Xiyavi, Məhəmməd Rıza Fəqihi və Tahir Nəqəvi kimi digər Azərbaycanlı fəallar barədə də hələlik heç bir məlumat yoxdur. Bu qeyri-müəyyənlik Azərbaycan Milli Hərəkatı fəallarının ailələri və yaxınları arasında ciddi narahatlıq doğurur. Bəzi insan haqları mənbələrinin bildirdiyinə görə evin zindanının rəisi Hidayətullah Fərzadi həbsxananın 4-cü palatasına xüsusi silahlı mühafizə qüvvələri yerləşdirərək 400-dən çox siyasi məhbusun Böyük Tehran həbsxanasına köçürülməsinə başlayıb. Qeyd edək ki, Böyük Tehran həbsxanası əvvəllər qeyri-insani şərait, həddindən artıq sıxlıq, tibbi xidmətlərin yoxluğu və təhlükəsizlik infrastrukturunun yararsızlığı ilə bağlı kəskin tənqid olunub. Hüquq müdafiəçiləri hesab edir ki, bu həbsxanada nəinki xüsusi qayğıya və hüquqi təminata ehtiyac olan siyasi məhbuslar, hətta adi məhbuslar üçün belə minimum saxlanma standartları yoxdur. Davam edirik. Azərbaycan ilk dəfə BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsi Bürosunun sədri seçilib. Bildirilib ki, Azərbaycanın bu quruma sədrliyi 2025-2027-ci illəri əhatə edəcək. Rəhbər vəzifəni isə ölkənin Kenyadakı səfiri və UNEP-dəki daimi nümayəndəsi Sultan Hacıyev icra edəcək. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı UNEP dünyada ətraf mühitlə bağlı əsas məsələlərin müzakirə olunduğu və qərarların verildiyi beynəlxalq platformadır. Bu proqram çərçivəsində fəaliyyət göstərən Daimi Nümayəndələr Komitəsi isə 193 ölkənin iştirakı ilə qlobal ətraf mühit siyasətini formalaşdırmaqda mühüm rol oynayır. 2024-cü ilin noyabrında COP29 adlı beynəlxalq iqlim konfransına uğurla ev sahibliyi edən Azərbaycan, ətraf mühitin qorunması və iqlim dəyişikliklərinə qarşı mübarizə sahəsində dünyada artan nüfuz qazanıb. Bu uğurlar Azərbaycanın BMT-nin Ətraf Mühit Proqramı ilə əməkdaşlığını daha da gücləndirib. Azərbaycanın bu nüfuzlu beynəlxalq komitəyə sədrlik etməsi və 2026-cı ildə qeyd olunacaq Ümumdünya Ətraf Mühit gününə ev sahibliyinin ölkəmizə həvalə olunması bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyindən xəbər verir. İranın atəşkəsi pozmasına sonra İsrailin cavabı qaçılmaz idi. Bunu İsrailin baş naziri Benyamin Netanyahu Amerika prezidenti Donald Trumpa deyib. İsrail tərəfi İranda bir hədəfi vurduqlarını və təyyarələri geri qaytardıqlarını təsdiqləyib. Donald Trump bildirib ki, İsrail İrana qarşı növbəti hücumlar həyata keçirməyəcək və iki ölkə arasında atəşkəs qüvvədə qalacaq və əməliyyatlarda iştirak edən bütün hərbi təyyarələr vətənə qayıdacaq. Əlavə olaraq Böyük Britaniyanın baş naziri Keir Starmer NATO samiti zamanı jurnalistlərə verdiyi açıqlamasında tərəfləri atəşkəsə əməl etməyə çağırıb. Amerika prezidenti Donald Trump həm İsrailin, həm də İranın atəşkəs razılaşmasını pozduğunu bildirib və Tehranın nüvə proqramının hərbi əməliyyatların son raundunda aradan qaldırıldığını iddia edib. Hər iki tərəf atəşkəsi pozub deyə Trump jurnalistlərə bildirib. Qeyd edək ki, tərəflər Amerikanın vasitəçiliyi ilə saatlar öncə atəşkəs əldə etmiş və hər iki ölkənin rəsmi qurumları atəşkəsi təsdiqləmişdi. Trump atəşkəsi ilk olaraq hansı tərəfin pozmasını deməyib.
İran prezidenti Məsud Pezeşkiyan Qətər əmiri Təmim bin Həməd Əl-Taniyə zəng edərək İranın Qətərdəki Amerika bazasına zərbəsi ilə bağlı təəssüfünü bildirib. Qətərin hökumət başçısı və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani bu barədə rəsmi açıqlama verib. Kütləvi informasiya vasitələrində yayılan xəbərlərə görə İran Xarici İşlər Nazirliyi iki ölkə İran və Qətər arasında əlaqələri daha da möhkəmləndirmək niyyətində olduğunu bildirib. Rəsmi Tehran Qətərlə yaxşı qonşuluq prinsiplərinə sadiq qalacağını vurğulayıb. Bu mövzu İranın Xarici İşlər Naziri Abbas Əraqçı ilə Qətərin Xarici İşlər Naziri arasında telefon danışığı zamanı müzakirə olunub. Nazir Əraqçı bildirib ki, İranın Amerika bazasına endirdiyi zərbə dost və qardaş Qətər hökumətinə qarşı yönəlmiş bir addım kimi qiymətləndirilməməlidir. Ötən gün axşam İsrail və İran arasında atəşkəs əldə olunmasını Türkiyə razılıqla qarşılayıb. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Niderland səfərindən əvvəl təşkil edilmiş mətbuat konfransında danışıb. Ərdoğan İsraillə İranı əldə olunmuş atəşkəsə riayət etməyə çağıraraq bildirib. Əvvəldə qeyd etdiyim kimi bölgə yeni bir münaqişəyə dözə bilməz. Yaranan gərginliklərin həll yolu yalnız diplomatiya olmalıdır. Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik baxımından bəzi beynəlxalq personalı və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan təxliyə etmək qərarına gəlib. Bugün BMT-nin Cenevrədəki sözçüsü Alessandra Valucci vəziyyətlə bağlı rəsmi açıqlama verərək bildirib ki, qərar regionda gərginliyin davam etməsi, İranın atəşkəsi pozması və İsrailin Tehrana qarşı yeni hərbi zərbələr endirməsi fonunda qəbul edilib. Valucci İrandan evakuasiya ediləcəyi insanların dəqiq sayı ilə bağlı məlumat verməkdən imtina edib. Qeyd edək ki, son günlər İran və İsrail arasında hərbi qarşıdurmaların artması bir sıra Qərb və Avropa ölkələrini narahat edib. Artıq bir çox ölkə öz diplomatlarını Tehrandan geri çağırıb, bəzi səfirliklər isə müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, ölkəsinin yaxın zamanda NATO-ya daxil olması ehtimalı azdır. Ukrayna lideri bunu Sky News-a müsahibəsində bildirib. Zelenskinin sözlərinə görə Ukrayna NATO üçün dəyərli müttəfiqdir. O bildirib ki, Ukrayna müharibə şəraitində əldə etdiyi unikal təcrübəyə və qabaqcıl hərbi texnologiyalara malikdir. Zelenskinin fikrincə bu təcrübə hazırda alyansın heç bir üzvündə yoxdur və məhz bu amil Ukraynanı NATO üçün vacib və strateji tərəfdaşa çevirir. Bununla belə Ukrayna lideri ölkəsinin yaxın vaxtlarda NATO-ya üzv ola bilməyəcəyini etiraf edib. O bununla bağlı bunları deyib. Demirəm ki, biz NATO-da olacağıq, amma kimsə Ukraynaya NATO lazımdır deyəndə düşünürəm ki, bu qarşılıqlı ehtiyacdır. NATO-ya da Ukraynalılar lazımdır, deyə Zelenski bildirib. Atəşkəs elan edildikdən dərhal sonra İranın məhkəmə sistemi casusluq qanununa dəyişiklik etdiyini açıqlayıb. İran və İsrail arasında atəşkəs elan olunduqdan cəmi bir saat sonra İran ədliyyə sisteminin sözçüsü Əskər Cahangir mühüm bir açıqlama ilə çıxış edib. O bildirib ki, müharibə ilə bağlı ittihamlar üzrə vətəndaşlara qarşı tədbirləri sərtləşdirmək məqsədi ilə casusluq qanunu yenidən müəyyən edilib. Hazırki casusluq qanunu ümumi xarakter daşıyır və bu gün baş verən bir çox konkret halları əhatə etmir. Əgər İsrail ilə müharibə zamanı həbs edilən şəxsləri köhnə qanunla mühakimə etsək, hüquqi boşluqlarla üzləşəcəyik, deyə Cahangir vurğulayıb. Əlavə edib ki, İslami Şura Məclisi yeni bir plan təqdim edərək məhkəmə, kəşfiyyat və hərbi orqanlara casusları nümunə olacaq şəkildə cəzalandırmaq səlahiyyəti verib. Bugün səhər saatlarında Tehran şəhərində İsrail əleyhinə şüar verən bir neçə nəfər həbs edilib. Bu haqda yerli mənbələr məlumat yayıb. Bildirilib ki, təhlükəsizlik və polis qüvvələri Tehranın Vənək bölgəsində ironiya ilə İsrail yer üzündən silinməlidir, Fələstinə azadlıq şüarları səsləndirən bir qrup gənci saxlayaraq naməlum yerə aparıb. Qeyd edək ki, İran İsrailin hücumları davam etdirməyəcəyi təqdirdə atəşkəslə razılaşdığını bildirib. Beynəlxalq Atom Enerjisi Agentliyi İranın Atom Enerjisi Təşkilatı ilə əməkdaşlığı bərpa etməyə hazırdır. Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Grossi X sosial şəbəkəsində yazıb.
Rafael Grossi qeyd edib. İrandakı vəziyyətlə bağlı daxil olan məlumatları alqışlayıram. İranın Atom Enerji Təşkilatı ilə əməkdaşlığın bərpası uğurlu razılaşmanın açarıdır. Mən İranın Xarici İşlər Naziri Abbas Əraqçıya yazdım ki, bu addım nüvə proqramı ilə bağlı uzun müddətdir davam edən mübahisənin diplomatik yolla həllinə gətirib çıxara bilər və tezliklə görüşməyi təklif etdim. Amerikanın İranın nüvə proqramına nə dərəcədə ciddi zərər vurduğunu anlamaq mümkün deyil, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Peskov jurnalistlərə bildirib, əlbəttə, müvafiq kanallar vasitəsilə müəyyən məlumatlar daxil olur. Lakin hələ çox az vaxt keçib. Şübhəsiz ki, vəziyyəti yerində təhlil etmək lazımdır ki, nə qədər ciddi zərər vurulduğunu başa düşək. O həmçinin vurğulayıb ki, əgər İran və İsrail arasında atəşkəsə nail olunubsa, Rusiya bunu alqışlayır. Əgər həqiqətən atəşkəsə nail olunubsa, bunu yalnız alqışlamaq olar. Belə, hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.